Azərbaycan bugün daha bir itki ilə üzləşdi. Xalq artistimiz, məşhur aktyorumuz Ənvər Həsənov uzun sürən xəstəliyindən sonra dünən günorta saatlarında öz evində vəfat edib. Yanvarın 10-da halı pisləşdiyi üçün onu Xəzər Tibb Mərkəzinə hospitalizasiya ediblər. Daha sonra isə yanvarın 18-də vəziyyəti daha da ağırlaşıb və reanimasiya şöbəsinə köçürülüb. Bundan bir müddət sonra isə fevralın 3-ü vəziyyəti yaxşılaşdığına görə onu evə buraxıblar. Dünən, yəni mart ayının 16-sında günorta saatlarında Ənvər Həsənov uzun sürən xəstəlikdən vəfat edib. Onu elə öz sevgili yoldaşının yanında, Möminat Qurbanovanın yanında dəfn ediblər. Allah rəhmət eləsin. Ramiz Rövşən deyir ki, Allah məndən yuxarı, mən Allahdan aşağı. Yığış ruhum, gəl gedək, sən yuxarı, mən aşağı. Yəni, əlimizdən böyük bir sənətkar getdi, əvəz olunmaz sənətkar getdi. Allah ona rəhmət eləsin. Yəni, tükənirik də. Mənə həm yaş idi, 50-ci ildəndir. Yəni, bir-bir aradan gedirik, amma əvəz edici yoxdur. Var, elə adamlar var ki, o adamlar biraz sənətdən uzaqdılar. Bu seriallar bizim övümüzü yıxıb. Amma Ənvər müəllimin çəkildiyi rollar tarixi rollardır. Azərbaycan Ənvərin simasında çox gözəl bir insan itirdi. Çox gözəl bir insandır, qayğıkeş, ailəsevən, necə deyərlər, həmişə çalışqan, işdən yorulmayan bir insandır. Çox təəssüf ki, biz onu itirdik. Yaxşı insan, həqiqətən yaxşı insan, sözün əsl manasında, necə deyərlər, Azərbaycan kinosunda böyük rolu olub, çox böyük rolu olub. Həqiqətən də gözəl obrazlar yaradıb, həyif ki, itirdik. Ənvər Həsənov 1950-ci il avqust ayının 17-sində Bakı şəhərində anadan olub. O elə gənc yaşlarından etibarən müxtəlif kinolara çəkilməyə başlayır. 7 oğul istərəm, Uşaqlığın son gecəsi, Atları yəhərliyin, Dərviş Polisi partladır və digər kimi böyük ekran işlərində rol alıb. O, öz sevgili həyat yoldaşı Möminat Qurbanova ilə də elə film setində tanış olub. Onlar birlikdə Dərviş Polisi partladır və Atları yəhərliyin filmlərində rol alıblar.